Salam, axşamınız xeyir olsun. Günün ən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Pezeşkiyan 4 vali ilə Azərbaycana gəlir. Danışıqlar nəticəsiz olsa İrana hücum ediləcək. İsrail mediası bildirib. Azərbaycan və Çin arasında 13 əməkdaşlıq sənədi imzalanıb. Sepah, Sistan və Bəlücistana əməliyyat keçirdi. Ölənlər var. Həmas girovların azad edilməsi ilə bağlı danışıqlara hazırdır. İndi isə daha ətraflı. Ərdəbil əyalətinin Xiyav şəhərində yerləşən tarixi köhnə qala abidəsi bərpa olunmayacağı təqdirdə dağılacaq. Məlumata görə uzun illər baxımsız və qorumasız qalan tarixi qala, tarixi əsər qaçaqmalçılarının qazıntıları və təbiət hadisələri nəticəsində ciddi xəsarətlər alıb. Yerli mədəni fəalların məsələni ictimailəşdirməsindən sonra Xiyavın fərmandarı Mehdi Bəxşi köhnə qalanın bərpa olunacağına dair işlər aparıldığını, bunun reallaşması üçün dövlət qurumları ilə yanaşı xüsusi sektordan da yardım almaq niyyətində olduqlarını deyib. O, tarixi abidənin bərpasının bölgənin turizm sahəsinin inkişafına da əhəmiyyətli təsir göstərəcəyini söyləyib. Qeyd edək ki, 3-cü əsrdə inşa edilən köhnə qala İran milli əsəri siyahısında qeydə alınsa da bugünə kimi bərpası üçün vəsait ayrılmayıb. Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsinin Köhnəli kəndindən olan uşağa valideynləri Gülşad adı seçdiklərinə görə sənəd verilmir. Bu barədə Gülşadın atası Məhəmməd Zareyi məlumat verib. Oğlunun 11 aylıq olmasına baxmayaraq, Şərqi Azərbaycan Qeydiyyat İdarəsinin sənəd verməkdən imtina etdiyini deyib. Məhəmməd Zareyinin sözlərinə görə məsələ ilə bağlı məhkəməyə müraciət edib. Ancaq məhkəmədə Qeydiyyat İdarəsinin qərarını təsdiqləyib. Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin Azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir. Qeydiyyat İdarəsinin iddiasına görə siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və İranlı kimliyi ilə ziddiyyət təşkil edir. Təbriz zindanında məhbus olan Azərbaycanlı fəal Kərim İsmailzadə 2 aylıq qapalı həbsdən sonra ailəsi ilə telefon vasitəsilə əlaqə saxlayıb. Zəng zamanı o fiziki sağlamlığından arxayın olduğunu bildirsə də, bu müddət ərzində çəkdiyi mənəvi-psixoloji gərginlik və təzyiqlər haqqında ailəsini məlumatlandırmayıb. Kərim İsmailzadənin ailəsinə yaxın mənbələrin bildirdiyinə görə, o 2 ay əsasən tək adamlı kamerada və məhbusların təzyiq şəraitində saxlanıldığı Təbriz zindanının xüsusi təhlükəsiz hissəsində keçirib. Qeyd edək ki, son zamanlar rejim yenidən Azərbaycanlı siyasi məhbuslara qarşı təzyiqlərini artırıb. Təzyiq vasitəsi kimi məhbusların ailələri ilə ünsiyyət məhdudlaşdırılır və onlar təkrar dindirilirlər. Bugün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərər çəkmiş şəxs Yaşar Əlməmmədov ifadə verib. Yaşar Əlməmmədov 1956-cı ildə Xocalı şəhərində anadan olduğunu, orada ailəsi ilə birlikdə yaşadığını bildirib. Zərər çəkmiş şəxs 1993-cü il fevralın 25-də Ermənistan ordusunun Xocalıya hücuma keçdiyini, onları atəşə tutduğunu, çoxlu sayda dinc sakinin həlak olduğunu söyləyib. Yaşar Əlməmmədovun sözlərinə görə o fevralın 27-sində əsir götürülüb. Təqsirləndirilən şəxslərdən Madat Babayanı, Bako Sahakyanı və Arkati Qukasyanı tanıdığını deyən zərər çəkmiş daha sonra vurğulayıb. Madat Babayanın dəstəsinin üzvləri şəxsən özü mənə işgəncə verib. Əsir olan vaxt Madat yaxınlaşdı. Mənə sən türksən deyib təpiklədi, sonra təhqir etdi. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir. Amerika ilə İran arasında keçirilən danışıqların uğursuz olacağı təqdirdə İranın strateji obyektlərinə hücum ediləcəyi bu barədə İsrailin Kan telekanalı məlumat yayıb.
Kan telekanalından bildirilib ki, son 24 saat ərzində Amerikanın 9 hərbi nəqliyyat təyyarəsi İsrailin cənubundakı Nevatim aviabazasına enib. Bu təyyarələr Vaşinqtonun Tehranla nüvə danışıqları nəticəsiz qalacağı təqdirdə İslam Respublikasına hücum etmək üçün yüzlərlə bomba, o cümlədən Bunker dağdan bombalar daşıyıb deyə məlumatda bildirilir. Fələstinin Həmas hərəkatı Qəzza zolağında hərbi əməliyyatların tam dayandırılması müqabilində saxladığı bütün İsrailli girovların azad edilməsi ilə bağlı danışıqlara başlamağa hazırdır. Bu barədə Qəzzadakı radikal təşkilatın lideri Xəlil Əl-Həyya bildirib. Həmas lideri bildirib. Həmas əlimizdə olan bütün girovların və İsrail həbsxanalarında razılaşdırılmış sayda Fələstinlilərin azad edilməsi ilə nəticələnəcək danışıqlara dərhal başlamağa hazırdır. Bunun müqabilində biz xalqımıza qarşı müharibənin tam dayandırılmasını və bütün İsrail qoşunlarının zolaqdan çıxarılmasını, həmçinin Qəzzanın bərpasına başlanmasını və blokadanın götürülməsini tələb edirik. Amerika Dövlət Departamenti təsdiq edib ki, Çin şirkəti Changwang Satelit Texnoloji Qırmızı Dənizdə Amerika hərbi gəmilərini və beynəlxalq gəmiləri hədəf alan Husi milislərinə peyk görüntülərini təqdim edir. Financial Times-ın məlumatına görə Amerika rəsmiləri bildiriblər ki, Çin ordusu ilə əlaqəli olan Çin şirkəti Husilərə raket və pilotsuz təyyarələrlə gəmilərə hücumlarını davam etdirmək üçün peyk görüntüləri təqdim edir. Nəşr həmçinin bildirib ki, Amerika hökuməti dəfələrlə Çin hökumətinə şirkətin Husilərə kəşfiyyat məlumatları təqdim etdiyi və onların sabitliyi pozan hərəkətlərini dəstəklədiyi barədə xəbərdarlıq etsə də, Çinin bu narahatlıqlara məhəl qoymadığı bildirilir. Qeyd edək ki, Husilər 2023-cü ildən bəri qlobal ticarət üçün mühüm marşrut olan Qırmızı dənizdə Amerika hərbi dəniz qüvvələrinə və beynəlxalq gəmiçiliyə qarşı hücumlar həyata keçirir. İran 176 nəfərin həyatını itirdiyi Ukrayna sərnişin təyyarəsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatında Kanada, İsveç, Ukrayna və Böyük Britaniyanın başlatdığı prosesi Beynəlxalq Ədalət Məhkəməsinə yönəldib. Kanada, İsveç, Ukrayna və Böyük Britaniya 2024-cü il yanvarın 8-də Çikaqo Konvensiyasının 84-cü maddəsinə əsasən uçuş zamanı mülki təyyarəyə qarşı silah tətbiq edilməsi ilə bağlı hüquqi prosesə başlayıb və ötən iyun ayında bu məsələni Beynəlxalq Ədliyyə Məhkəməsinə aparacaqlarını bəyan ediblər. İran bu ölkələrin Beynəlxalq Mülki Aviasiya Təşkilat Şurasının ona qarşı başlatdığı hüquqi prosesə etiraz edərək Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Müvafiq olaraq İran məhkəmədən Beynəlxalq Mülki Aviasiya Təşkilat Şurasının hüquqi prosesi başlatmaq səlahiyyətinin olmadığı, Böyük Britaniyanın hüquqi prosesdə iştirak etmək hüququnun olmadığını və Beynəlxalq Mülki Aviasiya Təşkilatının səsvermə prosedurunun ədalətsiz olduğunu müəyyən etməsini istəyir. Kanada, İsveç, Ukrayna və Böyük Britaniya 2024-cü il yanvarın 8-də Çikaqo Konvensiyasının 84-cü maddəsinə əsasən uçuş zamanı mülki təyyarəyə qarşı silah tətbiq edilməsi ilə bağlı hüquqi prosesə başlayıb və ötən iyun ayında bu məsələni Beynəlxalq Ədliyyə Məhkəməsinə aparacaqlarını bəyan ediblər. İran bu ölkələrin Beynəlxalq Mülki Aviasiya Təşkilat Şurasında ona qarşı başlatdığı hüquqi prosesə etiraz edərək Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Müvafiq olaraq İran məhkəmədən Beynəlxalq Mülki Aviasiya Təşkilat Şurasının hüquqi prosesi başlatmaq səlahiyyətinin olmadığı, Böyük Britaniyanın hüquqi prosesdə iştirak etmək hüququnun olmadığını və Beynəlxalq Mülki Aviasiya Təşkilatının səsvermə prosedurunun ədalətsiz olduğunu müəyyən etməsini istəyir. Xatırladaq ki, Ukrayna hava yollarına məxsus Boeing tipli sərnişin təyyarəsi 8 yanvar 2020-ci ildə İmam Xameyni hava limanından Tehran-Kiyev reysi ilə havaya qalxdıqdan təxminən 3 dəqiqə sonra İran İnqilab Keşikçiləri tərəfindən 2 raketlə vurulmuşdu. Hadisə İranın İraqdakı Qüds qüvvələrinin komandanı General Qasim Süleymaninin Amerika tərəfindən öldürülməsindən sonra yanvarın 8-nə keçən gecə İranın Amerika bazalarına cavab hücumu həyata keçirdiyi və İran ordusunun mümkün əks hücumlara qarşı hazır vəziyyətdə olduğu bir vaxtda baş verib. İran prezidenti Məsud Pezeşkiyan 4 vali ilə Azərbaycana səfər edəcək. Bu barədə İranın Ticarət Palatasının sədr müavini Hüseyn Pirmüəzzin deyib.
Hüseyn Pirmüəzzin bildirib, aprelin 28-də prezidenti müşahidə edən nümayəndə heyəti səfərə hazırlıq və yekun razılaşmanı başa çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasına səfər edəcək. Ərdəbil, Gilan, Şərqi və Qərbi Azərbaycan da daxil olmaqla ölkənin şimal-qərbinin 4 ostanın valiləri prezidentlə birlikdə Azərbaycan Respublikasına səfər edəcək. Bundan əlavə, prezidenti Azərbaycana səfər zamanı 110-120 nəfər müşahidə edəcək. Nümayəndə heyətinə özəl sektor fəalları və İranın iqtisadi və parlament nümayəndələri daxildir. ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff aprelin 18-də İranla danışıqlardan əvvəl Parisdə İsrail Kəşfiyyatı Mossadın rəhbəri David Barnea və İsrailin strateji planlaşdırma naziri Ron Dermerlə görüşəcək. Daha əvvəl İsrail Baş naziri Benyamin Netanyahunun dəftərxanası bəyan edib ki, İsrail İranın nüvə silahına sahib olmasına imkan verməyəcək. Məlumatda qeyd olunur ki, Netanyahu saysız-hesabsız açıq və gizli əməliyyatlarla rəhbərlik edib və bunun sayəsində İran bu günə qədər nüvə potensialına sahib deyil. Romada aprelin 19-da İranla Amerika arasında Tehranın nüvə proqramı ətrafında fikir ayrılıqlarının həllinə həsr olunmuş danışıqların ikinci raundu keçiriləcək. Ötən həftə Maskatda Amerika və İran nümayəndələri arasında Oman vasitəçiliyi ilə İslam Respublikasının nüvə proqramı ətrafında vəziyyətin tənzimlənməsi üzrə birbaşa olmayan danışıqlar keçirilib. Azərbaycan və Çin arasında sənaye, o cümlədən avtomobil və yüngül sənaye, eləcə də birgə investisiya təşəbbüslərinin təşviqi sahələrini əhatə edən 13 əməkdaşlıq sənədi imzalanıb. Sənədlər Pekində keçirilən Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının təşviqi konfransı çərçivəsində imzalanıb. Konfransda sənaye, energetika, nəqliyyat, logistika, kənd təsərrüfatı, informasiya, kommunikasiya texnologiyaları və digər sahələrdə fəaliyyət göstərən 200-ədək sahibkar iştirak edib. Konfrans çərçivəsində Azərbaycan tərəfi Çin nümayəndələrinə sənaye, mədənçilik, kənd təsərrüfatı və yaşıl enerji sahələrini əhatə edən ümumilikdə 13 investisiya layihəsi təqdim edib. Eyni zamanda tədbirdə yerli qurumlar tərəfindən göstərilən investisiya xidmətləri, mövcud güzəştlər və imtiyazlar barədə informasiya sərgisi də təşkil olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında təbii qaz sahəsində əməkdaşlıq sazişini imzalayıb. Qeyd edək ki, 2024-cü ilin mayın 14-də İstanbul şəhərində imzalanmış saziş 8 iyul 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunub. Sazişi Azərbaycan Respublikası hökuməti adından İqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyə Respublikası hökuməti adından isə Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraqdar imzalamışdı. Sazişin əsas məqsədi iki ölkənin bölgədə enerji təhlükəsizliyinin təmin edilməsi və enerji təchizatı mənbələrinin şaxələndirilməsində birgə addımlar atmasından ibarətdir. Bugün səhər saatlarında Sepah, Sistan və Bəlucistan əyalətinin Zahidان bölgəsindəki Çah Əhməd, Surnayı, İsmailabad və Qalabid kəndlərinə hücum edib. Bəluç fəallarının kampaniyası məlumatına görə hücum nəticəsində Vəli Məhəmmədzahi adlı mülki şəxs və Sepahın İsxaq Muxtari adlı üzvü həlak olub. 12 nəfər həbs edilib. İranın rəsmi mediası Sepahın bölgədə fəaliyyət göstərən silahlı Ceyş Əl-Ədil təşkilatına əməliyyat keçirdiyini yazıb. İranın istifaya göndərilən İqtisadiyyat naziri Əbdülnasir Himmətinin yerinə Seyid Əli Mədənizadə təyin olunacaq. Bu barədə Təbrizin Azəri Cuman nəşri məlumat yayıb. Məlumata görə Məsud Pezeşkiyan etimad səsverməsi üçün Mədənzadəni parlamentə təqdim edəcək. Gənc iqtisadiyyatçılardan olan Seyid Əli Mədənzadə Tehranda anadan olub və hazırda Şərif Texnologiya Universitetinin müəllimidir. Mədəni elektrik mühəndisliyi üzrə bakalavr magistr dərəcələrini Şərif Texnologiya Universitetində, hesablama riyaziyyatı üzrə magistr dərəcəsini Amerikanın Stanford Universitetində və PhD dərəcəsini Chicago Universitetində alıb. İranın Xarici İşlər naziri Abbas Əraqçı bildirib ki, Tehran Rusiyanın Amerika ilə danışıqlarından irəli gələn istənilən potensial razılaşmada rol oynayacağına ümid edir.
İranın Xarici İşlər naziri Abbas Arakçı Rusiyanın mümkün nüvə razılaşmalarında iştirakına ümid etdiklərini bildirib. Onun sözlərinə görə Tehran Moskvanın bu prosesdə aktiv tərəf olmasını vacib sayır. Arakçı vurğulayıb ki, İranla Rusiya arasında münasibətlər heç vaxt indiçi qədər yüksək səviyyədə olmayıb. Bu sözləri o ölkələr arasındakı tarixi əməkdaşlıq fonunda deyib və iki tərəfi siyasi, iqtisadi və hərbi əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Ekspertlər bu açıqlamanı İranın qərbə qarşı diplomatik mövqelərini möhkəmləndirmək cəhdi kimi qiymətləndirirlər. Fələstinin Qəzza zolağında Həmas hərəkatının lideri Xəlil Əl-Həyya radikalların tərk silah edilməsinə qəti şəkildə qarşı çıxıb. Onun video müraciəti Qətərin Al Jazeera telekanalı tərəfindən yayımlanıb. Əl-Həyya deyib, Həmasın və onun silahlarının mövcudluğu birbaşa işğalla bağlıdır. Silah gəzdirmək xalqımızın nümayəndələrinin təbii haqqıdır. O həmçinin bildirib ki, İsrailin son təklifində məqbul olmayan şərtlər var. Əl-Həyya qeyd edib ki, Fələstinin Həmas hərəkatı vasitəçilərin martın sonundan irəli sürdükləri Qəzza zolağında atəşkəs təklifi ilə razılaşıb. İsrail isə şərtlərdən imtina edib. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.